Hörmətli şagirdlər və valideynlər, istəyirəm sizə yeni hazırladığım tətbiq haqqında qısa məlumat verim. Qeyd edim ki, bu tətbiq yalnız öz şagirdlərim üçün olacaq. Mənim yeni tədris ilindən olan şagirdlərim üçün olacaq. Demək, tətbiq nədir? İki cür tətbiqimiz var. Tətbiqin biri valideyn üçün, digəri isə şagird üçün olan tətbiqdir. Şagird üçün olan tətbiq Learn Student tətbiqidir. Demək, bu tətbiqə daxil olacağıq. Daxil olanda bizdən kod və yaxud da kod və fin kod istəyəcək. Məndən hal-hazırda kod və fin kod istəmir. Çünki mən artıq sistemə daxil olmuşam. Ona görə istəmir. Deməli, sistemə daxil olduqdan sonra burada hər bir şagird fin kod və parol yazandan sonra birbaşa şagirdin adı, soyadı çıxacaq. O, həmin mən verdiyim kodla daxil olanda avtomatik olaraq adı, soyadı çıxacaq. Daha sonra buradan profil şəklini dəyişə bilərsiniz. İstədiyiniz kimi bu profilimizdir. Profil şəklini dəyişə bilərsiniz. Daha sonra burada bu bölmədə bizim nələr var? Deməli, bölmədə sınaqlar bölməsi var. Sınaqlar bölməsində həftəlik və aylıq sınaqlarımız var. Deməli, bax, həftəlik sınaqlar, məsələn, sınağa başla düyməsinə bastığımızda sınaq artıq başlaya bilir. Eyni zamanda sınaqlar bölməsində bizim aylıq ümumi sınağımız var. Məsələn, General Exam. Məsələn, sınağı başla düyməsinə bastığımızda hər bir şagird üçün xüsusi kodumuz var. Həmin kodu daxil edəcək. Məsələn, kodumuzu daxil edirik. 11B 1 kodu yoxla və başla. Bastıq, gördüyünüz kimi artıq Yusuf üçün kod açıldı və artıq sınavımız başladı. Məsələn, mən burada istənilən variantları seçirəm, sualı oxumadan. Hər hansı variantları seçirəm, deyək ki, səhv və yaxud da düz variantları seçdim və s. və ilaxır. Seçdik. Daha sonra sınağı bitir hissəsi var və buradan bir sınağı bitir düyməsinə bastığımızda artıq 0% olur. Çünki istənilən variantı atmışdım. Və burada artıq bizim üçün nəticə çıxmış oldu. Yusufun nəticəsi 0 düz, 7 səhv və işlədiyi müddətdə göstərir və burada şagirdin cavabı və eyni zamanda cavab anahtarı çıxmış olur. Və aşağıda isə şagirdin yazdığı cavab və eyni zamanda düzgün cavab çıxmış oldu. Burada gördüyümüz kimi. Bu sınaqlara aid olan bir hissəmiz idi və burada aylıq sınağımız da var. Eyni zamanda indi başqa bir variant, başqa bir məsələ haqqında danışır və bu sınağın nəticəsi avtomatik olaraq gedir valideynin tətbiqinə. Yəni, bu nəticə artıq gedir valideyn tətbiqinə. Bax, burada ERN valideyn var. Valideyn tətbiqində, bax, gördüyümüz kimi burada Yusuf Nəsibli son sınağı 0%. Görürsünüz, burada göstərilir artıq. General Exam 0%. Gördüyünüz kimi burada artıq Yusufun imtahan nəticəsi avtomatik valideynin tətbiqinə getmiş oldu. Qayıdırıq bir daha şagird tətbiqinə. Şagird tətbiqində bizim burada nələr var? Videolar var. Videolar bölməsində mövzu izahları, test izahları və s. var. Deməli, buradan mövzu izahlarına keçdiyimizdə, məsələn, gerund infinitiv basırıq deyək ki, üzərinə açılır avtomatik olaraq bizə gerunda aid qaydamız. Və bu YouTube kanalına birbaşa bağlamışam mənim. Və burada söz öndən sonra nə gəlməsi lazım? Yenə ayıncı gəlməsi lazım. Avtomatik olaraq gerund mövzusunun izahı başlayacaq bizim üçün. Və buradan başlayır gerund mövzusunun izahı və s. və ilaxır. Yəni, buradan izah gelir proqramımıza. Proqramımızda daha sonra nəticələr hissəsində bizim yazdığımız sınaqlarımız, məsələn, burada yazdığımız sınaqlarımız və sınaqlarımızın nəticəsi burada qeyd olunmuş olur. Bütün sınaqlarımızın nəticəsi burada artıq var. Daha sonra bizim var sözlər. Sözlər bölməsində bizim nə var? Demək, sözlər bölməsində bizim burada mən şagirdlərə əzbərləməyə verdiyim sözlər burada görünmüş olacaq. Və bu bölmədə, məsələn, 2 hələlik 2 bölmə daxil etmişəm, davamını daxil edəcəm. Məsələn, burada qaydalı fe'llər deyək seçdik. Qaydalı fe'llər seçdikdən sonra qaydalı fe'llərə aid ümumi sözlərin siyahısı, gördüyümüz kimi bütün sözlər və yanında sözün tələffüz edilməsi. Value. Sözün tələffüzü, bəli, gördüyünüz kimi tələffüz edir. Qarşısı altında transkripsiyası və tərcüməsi. Və daha sonra bu sözə aid flash kartlarımız var və burada achieve sözünün deyir ki, məsələn, tərcüməsini fikirləş. Şagird özü fikirləşəcək, tapa bilmədisə deyək ki, tərcüməsini üzərinə bastı, artıq nail olmaq sözü çıxdı. Və növbəti söz depart deyək ki, tapa bilmədi deyək ki, sözün tərcüməsini üzərinə bastı, tərcüməsi çıxdı. Daha sonra bir başqa bu sözlərə aid başqa bir
məsələmiz bizim nədir? Tərcüməni özün yaz. Məsələn, achieve deyək ki, sözüdür. Tərcüməsini özümüz yazacağıq. Nail olmaq. Nail olmaq. Yazan kimi cavabı yoxla. Cavabımız doğrudur gördüğünüz kimi. Bu da bir başka bir çalışmadır. Daha sonra bizim var variantı seç. Variantı seç. Mesela achieve sözünə aid olan sözün tərcüməsi hansıdır? Məsələn, nail olmağı seçdik, növbəti. Deyək ki, depart sözü yola düşməkdir. Mən amma başqa səhv variant seçirəm. Təkrar etmək. Görürsünüz mü? Altda düzgün cavab çıxdı və bizim cavabımızın səhv olduğunu göstərmiş oldu. Qaydırıq sözlər bölməsində başqa bizim nə cür çalışmamız var? Sözlər bölməsində cümlədə sözü tap. Cümlədə sözü tap, məsələn, deyək, gördüyümüz kimi bu cümlədir. Cümlənin daxilində sözü tapsan. Məsələn, the train departs at 9. Məsələn, depart olacaq düzgün cavabımız məsələn. Daha sonra bizim başqa bir, məsələn, sinonimlər bölməsinə aid göstərmək istəyirəm. Məsələn, sinonimlər bölməsində deyək ki, sinonim və antonim. Sinonim, devoted sözünün sinonimini tap. Deyək ki, bilmirik, üzərinə basırıq, deyək ki, devoted sözünün sinonimi nədir? Faithful sözü çıxmış oldu altda. Yəni, bax, belə sözlərə aid var. Yəni, eyni şəkildə tərcüməni özün yaz, cümlədə sözü tap və s. və daxil. Bu şəkildə davam edir gedir. Bu da bizim sözlərə aid. Deməli, gördüyümüz kimi tətbiqin içərisində həm sınaqlar var. Hə, bunu da qeyd edim ki, biz sadəcə onlayn yox, normal sınaqlarımızı da biz yazdığımızda valideyn tətbiqində avtomatik olaraq şagirdin yazdığı həm onlayn sınaqlar, həm də günlük və həftəlik yazdığımız sınaqların nəticələri avtomatik valideynə gedir və eyni zamanda valideynə lüğət ehtiyatı şagirdin, qrammatikadan neçə faizi var, ev tapşırıqlarını necə yazıb, dərsə fəallığı necədir, bu haqda çıxır və sınaqları həm onlayn yazılan sınaqlar, həm də dərs əsnasında yazdığımız sınaqlar çıxmış olur. Daha sonra müəllimin qeydi yaxşıdır, amma az çalışır və bu şəkildə müəllimin qeydi də altda verilmiş oldu. Gördüyünüz kimi bu proqram hələ də inkişaf etdirən proqramı, biraz daha da üstün səviyyəyə gətirəcəm proqramı. Qeyd edim ki, proqramı özüm yazmışam hər bir şeyini və sadəcə öz şagirdlərim üçün olacaq bu proqram.